Hazırda biz Budvanın tarixi mekanına giriş edirik. Eyni bizim içəri şəhər kimi bir yer. Buradan girdik girməli. Biraz çıxma. Post qapıları gələn post. Ne pis geldi. Nereden? Belki buradan. Aynen. 10 sipariş 11 dakikada 3 var. Türk abilerimiz burada fırıncı işlediyorlar. Tarihi mekan, tarihi yer. Montenegro Budva şehri. Buranın atributları. Restoran. Restoranlar hazırda bağlıdır havanın yaxşı olmaları üçün. Belə yerləri sevənlər üçün çəkmişəm. Əslində mən belə yerləri xoşlamıram gəzməyi. Bilmirəm, nədənsə zövqümə olmadı. Zövqümə daha müasir, daha yaxşı yerlərdir. Xalq incəsənəti. Cam kırıldı diye. Ha? Nasıl yaptıracağım onu? Var verip al. Kaç parayı kullan? Beni çeker misin? Bak orayı çek. İyisi nəsə xoşa gəlməz, iyi gəlir burada. Burada yaşayış olmaz yani. Başa da olar. Gedək dənizin qırağına da cəbir. Evden çıkınca sallandı. Maşallah elə bir Türkiyədə gəzirəm. Demək olar hamısı türklər. Buradan da ki dənizin qırağına qaçaq xoddur. Qaçmaq istəyən burayla rahatçılıqla qaçarlar. Buradan keçdik. Biz dəniz qırağı. Dənizə qəşəng dalğalar və sözünü deyir burada.